Futbola başladığı Cruzeiro'dan ciddi intizamsızlıq səbəbilə ayrıldı. İndi isə Qarabağa Avropada tarix yazmağa gəlir. Qarşılayın Qarabağın yeni 35 nömrəsi Pedro Henrique Rodrigues Bicalli. Detallara keçmədən öncə bildirək ki, videolara baxanların 70%-i abunə olmayanlardır. Kanala abunə olun ki, biz də məqsədimizə çataq. O, Braziliyanın São Paulo şəhərində anadan olub. Peşəkar karyerasına Cruzeiro'da başlayıb və buradan ciddi intizam pozuntusu səbəbilə ayrılıb. Palmeiras klubuna keçidini xarici mətbuat onun karyerasının dönüşü adlandırır. Palmeirasa məxsus 24 yaşlı futbolçu Qarabağa qədər Portuqaliya 2-ci liqasının Santa Clara, vətənində Vitória və son olaraq yenidən Portuqaliyada Alverca klublarında çıxış edir. Son mövsümdə 35 maçda 2 golla yadda qalır. Alverca forması ilə maçlara çıxdığı son aylarda ümumi performansı 7,1 balla qiymətləndirilir. Biraz da araşdırsaq yarım müdafiəçinin zəif və güclü tərəflərini görərik. Zəif olduğu nüanslar uzun hava və yer ötürmələrlə birgə ikili mübarizələri qazanmaqla bağlıdır. Müsbət göstəriciləri isə ümumi meydan boyu 85% ötürmə dəqiqliyi və meydanın özünə aid hissəsində top paylamaqda az səhvlər etdiyinə görə 92% ötürmə dəqiqliyinə sahib olmasıdır. İstilik xəritəsinə baxdıqda Pedro'nun rəqib cərimə meydançasından başqa meydanın hər yerində olduğunu görürük. Mövsüm ərzində bir orta xətt oyuncusunun 7 sarı vərəqə alması və qırmızı vərəqə görməməsi təmkinli və intizamlı olmasının göstəricisidir. Bəs sizcə Pedro Bicalli Qarabağda uğurlu ola biləcəkmi? Fikirlərinizi şərhlərə yazın.